Müasir bütlər keçmişdəki bütlərdən xeyli fərqlidir, ancaq mahiyyəti yenə də eynidir. İbadətin hədəfi dəyişilib, mənimsə xəbərim yoxdur. Mən artıq bir bütə səcdə edirəm. Hər yerdən bəyənilmə almaq istəyirik. Rəbb çox zaman rahat həyatımızı bizi özünə qaytarmaq üçün pozur. Məsih həqiqi izzətin özünü ucaltmaqda deyil, alçaltmaqda olduğunu göstərdi. İzzətin almaqda deyil, malik olduğunu dağıtmaq dərəcəsində bölüşməkdə olduğunu göstərdi. Məsih sənin üçün ölüb ki, sən insanların tərifi, bəyənməsi ilə yaşamayasan. Məsih sənin üçün ölüb ki, sən onun izzəti üçün yaşayasın. Bugün müasir bütlər haqqında və müasir bütpərəstlik haqqında danışacağıq. Müqəddəs kitabda belə bir ayə var. Onlar Allahın həqiqətini yalanla əvəz etdilər. Onlar Allahın həqiqətini yalanla əvəz etdilər. Yaradanın yerinə yaradılışa səcdə və ibadət etdilər. Yaradanın yerinə yaradılışa səcdə və ibadət etdilər. O yaradana əbədi alqış olsun. Amin. Biz həqiqətən də çox qəribə və maraqlı bir dövrdə yaşayırıq. Hətta cavanlar da texnologiyaların necə inkişaf etdiyinin şahidi olur. Hər 10 illik bizə qəribə bir ixtiralar bəxş edir. Və bunlar həqiqətən də böyük bir sıçrayışa bənzəyir. 30 il, 20 il bundan qabaq ağlımıza gəlməyənləri biz gözümüzlə görürük. Heç bəlkə də fikirləşmədiyimiz elə vasitələr var ki, biz onlardan istifadə edirik və yararlanırıq. Və sürətli bir inkişaf dövründə, texnoloji inkişaf dövründə yaşayırıq. Və biz bu inkişafdan yararlanırıq. Kimisi az, kimisi çox. Və yararlanaraq zaman, güc və maliyyəmizi idarə edirik. Zamanımızı idarə edirik. İşlərimizi idarə edirik. Maliyyəmizi idarə edirik. Amma bütün bunlarla yanaşı biz bunların içində bəzən diqqətli olsaq biz görəcəyik ki, bütün bu inkişafın, tərəqqinin və bu faydalı vasitələrin içində batıb qalırıq. Biz bunların içində batıb qalırıq və o qədər həyatımıza bu vasitələr həm rahatlıq getirir, həm zamanımıza qənaət edirik, həm daha güclü kimi görsənməyə başlayırıq və bütün bunlarla paralel olaraq bir şey də itiririk. Allah qorxusunu. Allah qorxusunu itiririk. Biz diqqət yetirsək bu dünyaya, bu dünya və biz də bu dünyaya qoşuluruq. Nə ediriksə Allahsız edirik. Nəyi tikiriksə Allahsız tikirik. Nəyi qururuqsa yenə də öz istəyimizə görə, öz arzumuza görə və dünyaya baxsaq, dünya bu özbaşınalığı, yəni Allahsız tikməyi, Allahsız qurmağı, dünya bu özbaşınalığı nə adlandırır? Nə adlandırır dünya bu özbaşınalığı? Azadlıq adlandırır. Azadlıq adlandırır. Mən Allahsız tikmək istəyirəm. Bu mənim azadlığımdır.
Mən Allahın dediyi kimi geyinmək istəmirəm. Bu azadlıqdır. Mən Allahın dediyi kimi yaşamaq istəmirəm. Bu azadlıqdır. Hər şeyi, bu özbaşınalığın adını biz azadlıq qoymuşuq və biz bunu kilsələrdə də müşahidə edirik. Mən azadam, istəyirəm edirəm, istəmirəm etmirəm. Biz bunu boş kürsülərdən görürük. Biz bunu xidmətlərdə görürük. Biz bunu iyanələrdə görürük. Biz bunu duada görürük. Biz bunu səcdədə görürük. Biz bunu kəlam oxumaqda görürük. Biz bunu ümumiyyətlə həyatımızda görürük. Biz məsihçilər görürük. Və bütün bu şeylərin adını biz azadlıq qoymuşuq. Biz keçmişdəki bütpərəstlərə bənzəmir bu dünya. İndi müasir bütlər var. Onun üçün də bütpərəstlər də müasirləşib. Onlar artıq daşdan, qayadan, taxtadan düzəlmiş, tuncdan düzəlmiş bütlərə səcdə etmirlər. Onların başqa bütləri var. Biz ekranlara səcdə edirik. Nə qədər vaxt sərf edirik? Nə qədər vaxt sərf edirik? Və bu dəhşətli bir şey. Biz canlı ünsiyyəti qoyub, ailə üzvlərimizi qoyub, biz ona səcdə edirik. Bu gerçəklikdir. Bu bizim həyatımızın gerçəkliyidir. 50 il bundan qabaq hansı ataya indi müasir atanı göstərsəydin, 50 il bundan əvvəl hansı anaya indiki müasir ananı göstərsəydin, müasir ana, müasir ata nə qədər ekrana vaxt sərf edir və nə qədər öz evladına sərf edir, nə qədər bir-biri ilə ünsiyyətə sərf edir, onlar dəhşətə gələr. Biz bank hesablarına səcdə edirik. Biz sosial şəbəkələrdəki o bəyənmələrə səcdə edirik. Biz rahatlığa səcdə edirik. Biz rahatlığa səcdə edirik. Baxın, 30 ildə mən öz həyatımda bunu müşahidə edirəm ki, biz nə qədər rahatlığa səcdə edənlər olmuşuq. Baxın, biz çalışırıq, vuruşuruq. Nə üçün? Rahatlıq yaratmaq üçün. Nə üçündür? Evladım üçün rahat olsun, mənim üçün rahat olsun. Biz rahatlığa səcdə edirik və o bizim bütümüzə çevirir. Baxın, giyimimizdən tutmuş, sürdüyümüz, əgər avtomobil sürürüksə, yenə də tikdiyimiz evdə, mebeldə biz rahatlığa səcdə edirik. Keçmişdə əgər bütlər xaricdə idisə, hansısa bir yerdə idisə və insanlar ora gedib səcdə edirlər, indi bütlər çox yaxındadır. Çox yaxındadır. Hardadır bütlər? Ürəyimizdədir. Ürəyimizdədir. Günah. Bizim günah haqqında çox dayaz bir təsəvvürümüz var. Və bizim günah və günahkarlıq haqqında çox bəsit bir təsəvvürümüz var. Və biz düşünürük ki, günah ancaq hansı pis işləri etməkdir. Və əgər mən pis işlərdən çəkinirəmsə, mən günah etmirəm. Əslində günah sevilməli olanı sevməməkdədir. Və sevməməli olduğumuzu o sevilməlinin yerinə gətirməyimizdədir. Günah artıq budur. Budur, sən gözəl bir təməl qoymusan günah üçün. Artıq sən heç bir şey etməsən də sən günahkarsan. Çünki seviləni sevmirsən. Sevilməməli olanı isə sən getirib o kürsüdə əyləşdirmirsən. Sevilənin kürsüsündə əyləşdirmirsən. Vəssalam. Biz oxuduğumuz ayədən gördük ki, bütpərəstliyin səbəbi yaradanın izzətini
Ayədən belə öyrəndik ki, Yaradanın izzətini yaradılışa verməkdir. Fani olmayan 23-cü ayə Romalılarda 1:23-də deyir, fani olmayan Allahın izzətini fani olan insanla verdi bəşəriyyət. Müqəddəs kitabı oxuyanda biz görürük, Rəbb qəribə bir mesaj verir bizə. İnsan hər zaman özünü mərkəzə qoymağa meyillidir və öz xalqına müraciət edərək Rəbb deyir ki, bu xalqı, əgər biz də onun xalqıyıqsa əlimizi qaldıraq. Bu xalqı mən özüm üçün yarattım. Özüm üçün yarattım. Yəni, insanı mərkəzdən çəkir və insanın həyatının mərkəzində özü dayanır və deyir ki, mən səni özüm üçün yaratmışım. Və insan Allahı mərkəzə qoyub, Allahı sevmək üçün, Allahı tərənnüm etmək üçün, Allahı izzətləndirmək üçün yaradılmışdır. Amma günaha batma nəticəsində biz Allahın izzətini müvəqqəti izzətlərlə əvəzlədik. Baxaq həyatımıza. Baxaq nəyə meyilliyik, nəyə səcdə edirik. Düzdür, biz bunu səcdə adlandırmırıq, ancaq günümüzün böyük bir hissəsini, gücümüzün böyük bir hissəsini nəyə sərf etdikdə, sərf etməyə baxdıqda biz görəcəyik ki, biz nəyə səcdə edirik. Biz onun izzətini əşyalara, maddiyyata və özümüzlə əvəz etdik, yaxınlarımızla əvəz etdik. Külli bütlərin mahiyyəti budur. Bütün bütlərin mahiyyəti budur. İbadətdən imtina edilmir və bu bir tələ kimidir. İbadətdən imtina edilmir. İbadət öz yerində qalır və insan ibadət edən bir insan kimi görsənir. Külli bütlərin mahiyyəti budur. İbadətdən imtina edilmir. İnsan dindar kimi görsənir. İbadət edən, səcdə edən kimi görsənir. İbadətin hədəfi dəyişdirilir. Hədəfi dəyişdirilir. Sən dua edə bilərsən. Gündə 10 dəfə, 3 dəfə, 4 dəfə. Dizini yerə qoyanda qarşında, beynində bir sual olsun. Kimə görə sən diz çökürsən? Nəyə görə sən diz çökürsən? Və bu suallara cavab verdikdə sən başa düşə bilərsən ki, aha, mən artıq tələdəyəm. İbadət ləğv olunmur. İbadətin hədəfi dəyişilib. Mənimsə xəbərim yoxdur. Mən artıq bir bütə səcdə edirəm. Biz düşünürük ki, müasir insan bütpərəst deyil. Çünki daş, taxta bütlərə səcdə etmir, amma hər dəfə biz həyatın mənasını uğurda, zövqdə, şöhrətdə, yaxşı təminatda gördükdə bütpərəstlik edirik. Yaradanı yaradılışla, yaradılmışla əvəz edirik. Müasir bütlər necə olur? Müasir bütlər keçmişdəki bütlərdən xeyli fərqlidir, ancaq mahiyyəti yenə də eynidir. Bu, uğur bütüdür. Uğur bütü. Tanışdı bizə bu büt, möhtərəm məscidçilər. Çox yaxşı tanışdı. Çox yaxşı tanışdı. Biz uğurlu insana baxanda, biz həmişə paralel aparırıq. Bu xeyir-dualı insan. Bu xeyir-dualıdır. Kimsə nədir? Çünki bizim meyarımız budur. Müasir insan inanır ki, mən nəyə qadir olduğumu sübut etmək üçün yaşayıram. Müasir insan bu şüarla yaşayır.
Mən nəyə qadir olduğumu sübut etmək üçün yaşayıram. Baxın, biz gəlirik, ibadət edirik və fikirləşirik ki, mənim etdiklərimdir. Mənim qurduqlarımdır. Mən nə qurmuşamsa, mən oyam və mən bunun üçün yaşayıram. Baxın, əslində çox aydın bir düsturdur. Demək ki, insan öz uğuruna tapınır. Uğur varsa həyat baş tutur. İş və fəaliyyətimizin məhsuldarlığı, diplomlar, nailiyyətlər bizim nəyimizə çevrilir? Bizim xilaskarımıza çevrilir. Əgər mənim diplomum varsa, mənim nailiyyətlərim varsa, mənim uğurlarım varsa və biz Məsihin bizim həyatda etdiyini unuduruq və əsas bu meyarlardır ki, həyatım baş tutdu. Mən uğura nail oldum. Bunlar sanki xilaskarı kənara çevirir. Uğur cənnətə çevrilir. Uğur insanların anlayışında bir cənnətə çevrilib ki, insanlar cənnətə meyilli olduqları kimi uğura meyillidirlər. Və cənnət üçün çalışmalı olduqları halda, misal üçün, belə deyək, dünyanın dili ilə desək, cənnət üçün çalışmalı olduqları halda onlar uğur üçün çalışırlar. Uğursuzluq isə bir cəhənnəmə çevrilir. Bu büt, uğur bütü nə qədər şirin görsənsə də, nə qədər cəlbedici görsənsə də, bütlərin içində amansız bütlərdən biridir. Çox amansız bir büttür. O hər zaman qurban tələb edir. O hər zaman qurban tələb edir. 5-ə çatdın, deyir, çıx 10-a. 10-a çıxdın, deyir, çıx 15-ə. 15-ə çıxdın, deyir, çıx 20-yə. 20-25 və bütün həyatın boyu çox amansız bir bütdür. Səni rahatlıq verməyən bir bütdür və sən heç zaman razılıq bir nöqtəsinə, məmnunluq bir səviyyəsinə gəlib çatmırsan. Və hiss etmirsən ki, bu büt səni məhv edir. Bu uğur bütü nələri bizə qurban verməyə vadəd edir? Ailə. Ailə. Uğur qazanmağa görə həyat yoldaşı qalır kənarda, evladlar qalır kənarda, yuxu qalır kənarda, dostlar qalır kənarda və təbii ki, ən dəhşətlisi, əgər siz fikir vermişsinizsə, ən çox uğur qazanan insanların əksəriyyəti nəyi qoyub kənarda? İsanı və vicdanı. Və vicdanı. Və vicdanı. Çünki uğur bütü günlərin bir günü səndən tələb edir ki, qoy onu kənara. Bu vicdan sənə mane olur. Sən zirvəni fəth etdiyini zənn etdikdə, bu Tanrı sənə deyir, azdır, daha yüksəyə qalx. Ümumiyyətlə, bütün saxta tanrılar, yəni bütün bütlər səndən qurban tələb edir və biz öz həyatımıza da baxdıqda, dünyanın da, dünyadakilərin də həyatına baxanda biz görürük ki, bütün saxta tanrılar insandan nə tələb edir? Qurban tələb edir. Deyir, ver, azdır, onu da qurban ver, bunu da qurban ver, ailəni də qurban ver, dostunu da tapdala, vicdanını da tapdala, azdır. Tək Rəbb İsa Məsih sənin üçün ölür və sənin onun üçün ölməyini tələb edir. Qalan bütün saxta tanrılar sənin qanını zəli kimi sorur. İkinci büt, pul, para bütüdür. Pul, para bütüdür. Əgər siz mənim bütün vəzlərimə qulaq assaz, mən ümumiyyətlə sərvət haqqında çox danışan insanım və şəxsi söhbətlərdə də. Çünki bu çox gizli bir xəstəlikdir.
bu gözə görsənməyən bir xəstəlikdir. Əgər zina və şöhrət üzdə olan bir xəstəlikdirsə, sərvətə tutulmaq, pul, para aşiqi olmaq üzdə olan bir xəstəlik deyil. Və əgər sən onlarla yaxındakilərin köməyi ilə mübarizə aparırsansa, bununla mübarizəni tək aparmalı olursan. Yalnız Rəbb sənin köməyin olur. Çünki yaxınların üçün də xoşdur sən pul, para gətirən. Pul, para bütün. Və pul özlüyündə şər deyil təbii ki. Qızıl olduğu yerdə dayanırsa o şər deyil. İnsanın istifadəsi onu şər edir. İnsanın necə istifadəsi onu şər edir. Misal üçün, pul insana əminlik gətirir. Kimə əminlik gətirmir pul burada? Əlini qaldırsın. Kimə əminlik gətirmir? Mən desəm ki, kimə pul əminlik gətirir? Çox güman ki, əksəriyyətimiz əlini qaldıracaq yuxarı. Pul insana əminlik gətirdikdə nəyə çevrilir? Şərə çevrilir artıq. Artıq şərə çevrilir. Artıq pulun sənə şər təsiri var. İnsan düşünür, pulum var, mənim həyatım təhlükəsizdir. Pulum var, mən özümdən əminəm. Amma pul olmadıqda kimə daha çox güvənir? Sərvətə ümid bağlamaq, baxın, çox sadə bir şeydir. Biz qəlizləşdirməyik bunu. Ümumiyyətlə, böyük, dahi bir şeylər sadəlikdən ibarətdir. Sərvətə ümid bağlamaq nə etməkdir? Mən ümidimi əgər sərvətə bağlayırsam, demək ki, mən sərvətə səcdə edirəm. Çünki insan səcdə etdiyinə ümid bağlayır. Kəlam bizi kimə ümid bağlamağa çağırır? Diqqətli olsaq görəcəyik ki, var dövlət, əgər diqqətli olsaq, əgər səmimi olsaq, biz görəcəyik ki, var dövlət insana qayğı və həyəcan getirir. Qayğı getirir. Luka müjdəsində, yadınızdadır, bol məhsul yığır. Qayğı getirir ona. Deyir, nə edim mən bu sərvətlə? Hara qoyum ki, daha çox qazanım? Hara qoyum ki, batmasın, inflyasiya yeməsin onu? Hara qoyum ki, daha əminli olsun? Hansı bank daha əminlidir? Hara qoyum ki, daha çox faiz əldə edir? Və çox qəribədir. Bu bizə rahatlıq gətirmir. Bizə qayğı getirir və həyəcan getirir. Yalnız Məsih rahatlıq və sülh verir. Bunu pul və para ilə almaq olmur. Məsihin verdiyi rahatlığı pul və para ilə əvəz etmək olmur və almaq olmur. Bugün biz oxuduq Matta müjdəsindən. Nə deyirəm? Yer üzündə özünüzə xəzinə toplamayın. Yer üzündə özünüzə xəzinə toplamayın. Kim bu ayəni şuur eləyib yaşayır bu ayəni? Niyə belə deyir Məsih? Həqiqətənmi Məsih istəyir ki, biz ac-yalavac olaq, pulsuz olaq? Yox, Məsihin məqsədi o deyil. Zatən o deyil. Əgər biz elə başa düşürüksə, biz demək çox bəsit yanaşırıq bu kəlama. Məsih niyə deyir ki, yer üzündə özünüzə xəzinə toplamayın? Yəni, həyatımızın buna fokuslanmasını istəmir. Niyə? Bu, sanki bir pul vahididir, dəmir pul vahididir. Biz bu tərəfi oxuyuruq ki, Məsih deyir ki, özünüzə var dövlət toplamayın və bu pul vahidini o biri tərəfə çevirsək, Məsih o biri tərəfdə yazıb ki, çünki sərvətiniz mən olmuşam. Çünki mənəm sizin sərvətiniz. Onun üçün də sərvət toplamayın. Əgər biz onda sərvətimizi görmürüksə, bizim doymaq nöqtəsinə çatmağımız heç zaman olmayacaq. Bizim məmnunluq nöqtəsinə çatmağımız heç zaman olmayacaq. Çünki sərvətimiz, rahatlığımız və sülhümüz Məsihin bizim sərvətimiz olmasındadır.
Və üçüncü, rahatlıq bütü. Rahatlıq, bir yerdə oxumuşdum ki, belə bir gözəl ifadə var. Rahatlıq müasir bir dindir. Müasir bir dindir. Və insanlar ona səcdə edir. Nə alırıqsa, ayaqqabı alırıqsa, rahatlığın yoxdur. Paltar alırıqsa, nə cür hərəkət eləyə bilir? Hər şey, hər şey, hər şey. Dost seçiriksə, rahat dost olmalı. Məni incitməməlidir. Nə dedim, onu eləməlidir. Mənə fayda verməlidir. Həyat yoldaşı seçimində belə olmalıdır. Evladım belə olmalıdır. Münasibətlər, iş yerim belə olmalıdır. Nəyi seçiriksə, hər şey bizim üçün rahat olmalı. Rahat, rahat. Rahatlıq müasir bir dindir, gözəl bir ifadədir. Kim deyibsə, çox gözəldir. Biz ağrıdan, məhdudiyyətlərdən, çətinliklərdən qaçırıq. Qaçırıq, deyilmi? Deyilmi, qardaşlar və bacılar? Qaçırıq, biz də qaçırıq. Dünya qaçır, biz də qaçırıq. Biz məhdudiyyət olan yerdə istəmirik. Burada qanunlar çox sərt. Biz çətinlik olan yerdən qaçırıq. Biz çətinlikləri istəmirik. Ağrı olan yerdən qaçırıq. Burada ağır zəhmət var. Mən gedib yüngül bir işlə məşğul olacağam. Amma unuduruq ki, rahat yaşamaq istəyən, ümumiyyətlə rahat, tamamilə rahat yaşamaq istəyən insan nə ola bilməz? Məsihin ardıcılığı ola bilməz. Məsihin ardıcılığı ola bilməz. Rahat, şüar kimi, məqsəd kimi rahat yaşamağı özünə qoyan insan Məsihin ardıcılığı ola bilməz. Çünki İsa özü deyib ki, əgər bir kəs və bizə xeyir-dua verir ki, biz bu kəslərin içində olaq. Əgər bir kəs mənim ardımca gəlmək istəyirsə, əgər bir insanın belə bir istəyi varsa, özündən imtina etsin. Rahatlığımızdan imtina etməyi gözümüzün qabağına gətirməliyik. Qardaşlar və bacılar. Və hər gün nəyi götürüb ardımıza gəlsin? Çarmıxını götürüb. Çarmıq yüngül bir şeydir. Yox. Hiss edirikmi onun ağırlığını? Təəssüf ki, yenə də deyəcək ki, çox zaman yox. Çünki qaçırıq. Kilsəyə gələn kimi alırıq. İmanlardan uzaqlaşan kimi atırıq. Rəbb çox zaman rahat həyatımızı bizi özünə qaytarmaq üçün pozur. Həqiqi rahatlıq həyatının yaxşı çobanın əlində olmasındadır. Kəlam bunu söyləyir. Həqiqi rahatlıq həyatını çobana həvalə etməkdədir və çobanı izləməkdədir. Sonra bir növ büt də var. Bu şöhrət bütüdür və insanlar məni bəyənsinlər. Siz fikir versəz, biz çox zaman özümüzü kilsədə başqa cür, evdə başqa cür və digər bir yerə düşdükdə başqa cür aparırıq. Nə üçün? Hər yerdən bəyənilmə almaq istəyirik. Dostlarımızın içində biz bilirik ki, onlarla necə zarafat etmək lazımdır, hansı söhbətlər etmək lazımdır. Biz istəyirik ki, dostlarımız bizi bəyənsin. Evdə başqa cür, kilsədə başqa cür və müəyyən bir yer dəyişikliyi olanda bizim davranışımızda biz istəyirik ki, onlar bizi bəyənsinlər. Biz həmişə çox xoş deyirik ki, insanlar bizi bəyənsinlər. Biz narahat oluruq kimsə bizim haqqımızda pis danışanda. Biz istəyirik ki, bizi hər yerdə bəyənsinlər. Ona görə də bəyənilmək üçün olmadığımız kimi özümüzü göstərməyə çalışırıq. Əgər xəsisiksə, səxavətli kimi göstəririk. Qorxaqıqsa, şücaətli kimi göstəririk. Biz don giyinirik bəyənilmək üçün, şöhrət üçün. İnsanlar heç vaxt başqalarının fikrindən bu qədər asılı olmayıb. Mənə elə gəlir ki, misal üçün, mən indi insanların fikrindən daha çox asılıyam, nəinki 30 il bundan qabaq. Çünki sosial şəbəkələrdə bəzilərimizin 500, bəzilərimizin 5000 dostları var. Və biz onların bəyənilməsini istəyirik ki, onlar bizi bəyənsinlər.
və müəyyən bir status yazanda istəyirik ki, daha çox nə gəlsin? Bəyənilmə gəlsin, baxış gəlsin. Hörmətimizi, adımızı itirmək qorxusu çox güclüdür. Həqiqətən çox güclüdür. Məsih isə deyir, Yəhya müjdəsində Məsihin belə bir sözləri var. Siz bir-birinizdən izzət qəbul edirsiniz, bir olan Allahdan gələn izzəti isə axtarmırsınız. Bəs onda necə iman edə bilərsiniz? Əgər bizim üçün insanların bəyənməsi Məsihin izzətindən üstündürsə, biz necə iman edə bilərik? Biz necə imanlıyıq? Bizim üçün Məsihin izzəti, Məsihin bəyənməsi daha üstün olmalıdır. Bütpərəstliyin mahiyyəti də özümüzü Rəbbin yerinə qoymaqdır. Özümüzü mərkəzə qoymaqdır. Təəssüf ki, bəzən biz müqəddəs kitabı da belə oxuyuruq. Mən dəfələrlə bu haqda danışmışam. Bəzilərimiz müqəddəs kitabı necə oxuyuruq? Orada özümüzü axtarmağa çalışırıq. Rəbb mənə nə verib, nə verəcək, nə vəd edib və özümüzü Rəbbin yerinə qoyuruq. Və bu da bütpərəstliyin mahiyyətidir. Yaradanın yerinə özümüzü qoymaqdır. Yaradanın yerinə özünü qoymaq, misal üçün, sinif otağına girirsiniz, şagirdlərin öz masaları var, öz kürsüləri var, haradakı otururlar və müəllimin öz kürsüsü var, düzdür? Hər yerdə də kiməsə aid olan bir yer var. Əgər şagird gedir müəllimin kürsüsündə oturur və deyir, mən elə belə oturmuşam. Yox, elə belə oturmayıb. O artıq müəllimin yerində oturub. O müəllimlik iddiasındadır. Və əgər biz kiminsə kürsüsündə otururuqsa, demək o iddiadayıq biz. Və əgər biz yaradanı kürsüsündən götürüb özümüz orada otururuqsa, biz bunu bəyan etmirik, biz bunu göstərmirik. Ancaq həqiqətdə belədir. Biz istəyirik ki, izzəti biz qəbul edək, bizə bəyənilmə çox gəlsin, bizi sevsinlər. Demək ki, mərkəzdə mənəm və demək ki, sən Rəbbin yerinə keçirsən. Demək ki, sən artıq nə qədər küfr səslənsə də, ancaq mahiyyəti budur. Sən Allahlıq iddiasındasın. Əgər sən Allahın izzətini götürmək istəsənsə, sən Allahlıq iddiasındasın. Tanış gəlir bu fikir. Allahlıq iddiasında olmaq, Allah olmaq. Tanış gəlir bu fikir. Hardandır bu fikir? Allah kimi olacaqsınız. Yaradılış, birinci tələ, birinci hiylə, birinci virus. Dedi, Allah kimi olacaqsınız. Özünü mərkəzə qoymaq səhv deyil. Özünü mərkəzə qoymaq sadəcə səhv deyil. Özünü mərkəzə qoymaq ibadətdə, səcdədə, həyatda bu Rəbbə xəyanətdir. Həyatımıza diqqət yetirik. Və müqəddəs kitabı oxuduqda, Əhd Ətiqdə oxuduqda biz görürük ki, orada da bütlər var idi. Xalqın bütlərə səcdə etməsi var idi. Xalqın yolundan azması var idi. Və bu zaman müəyyən insanlar çıxırdı və onlar nə edirdilər? Müəyyən bir qəhrəmanlar çıxırdı. Onlar nə edirdilər? Bütləri nə edirdilər? Amin. Bütləri dağıdırdılar. Bütləri dağıdanlardan neçəsinin adını çəkə bilərik? Ən birinci büt dağıdan kim olur? Ən birinci büt ümumiyyətlə İsrail xalqının tarixində nə zaman meydana gəlir? Kim dağıdır o bütü? Musa dağıdır. Musa büt dağıdır. İlyas büt dağıdır. Hizqiya büt dağıdır. Gideon büt dağıdır. Biz görürük ki, belə bir qəhrəmanlar var. Onlar bütləri dağıdırlar. Demək ki, Rəbb mesaj verir ki, biz bütləri dağıtmalıyıq. Onlar Allahın xalqı idilər. Onlara torpaq vəd olunmuşdu, ancaq həyatlarına bütlər girmişdi və onlar nə edirlər? Bütləri dağıdırdılar. Və biz anlayırıq ki, bugün bu müasir bütlər haqqında danışdıqdan sonra biz anlayırıq ki, biz bu bütləri dağıtmalıyıq.
Xalq üçün biz görürük ki, bunu kimsə edirdi. Bunu edənlər bütləri, yəni şəri tamamilə məhv edəcək Məsihi göstərirdilər. Onlar Məsihə işarə edirdilər ki, baxın, biz sadəcə bir rəmzlərik və bütləri tamamilə dağıdan birisi gələcək. Məsihi göstərir. Rəbb İsa Məsih çarmıxda yalnız bütpərəstliyə görə cəzanı daşımadı. Yalnız insanların bütpərəstliyinə görə, günahlarına görə cəzanı daşımadı. O bizi bütlərin hakimiyyətindən azad etdi. O bizi tamamilə bütlərin hakimiyyətindən azad etdi. Məsih həqiqi izzətin özünü ucaltmaqda deyil, alçaltmaqda olduğunu göstərdi. İzzətin almaqda deyil, malik olduğunu dağıtmaq dərəcəsində bölüşməkdə olduğunu göstərdi. Yəni, bizə mərhəmət və lütf et ki, biz belə olaq. Hansı qiymətə, nəyin bahasına, kimin əzabı, kimin qurbanı bahasına azad olduğunu heç vaxt, eşidirsən, heç vaxt unutma. Hansı qiymətə, kimin qurbanı bahasına, nəyin qurbanı bahasına bütlərdən azad olduğunu heç vaxt, eşidirsən, heç vaxt unutma. Korinflərə məktubda müqəddəs kitab bunu bizə xatırladır, bunu öz xalqına xatırladır ki, siz, yəni sən, mən, hər birimiz deyir, çox baha qiymətə alınmışız. Bizim hər birimiz çox baha qiymətə alınmışıq. Məsih sənin üçün ölüb ki, sən insanların tərifi, bəyənməsi ilə yaşamayasan. Məsih sənin üçün ölüb ki, sən onun izzəti üçün yaşayasın. Əgər bu kəlam bizi ifşa etdisə, qardaşlar və bacılar, tövbə edək. Müqəddəs kitabın bu yeri bizi tövbəyə çağırır. Və sadəcə əməllərdən tövbə etməli deyilik. Mənim üçün bir zamanlar aydın olan bir həqiqət o idi ki, mən əməllərdən daha çox vəziyyətim üçün tövbə etməliyim. Çünki əgər bir əməldən tövbə edərəmsə, əgər mənim vəziyyətim dəyişilməzsə, mən o əməli yenə edəcəm. Mən vəziyyətim üçün tövbə etməliyim. Mən durumum üçün tövbə etməliyim. Yəni, mən sevinci, məmnunluğu sənin mənim həyatımda etdiklərindən almıram deyə tövbə edək. Həyat mənbəyinə qayıt. Həyat mənbəyinə qayıt. O deyib ki, mənim verəcəyim sudan kim içsə, heç vaxt susamaz. Bəs nə üçün mən susayıram? Bəs nə üçün mən bu dünyadakiları istəyirəm? Bəs nə üçün mənə sən yetərli deyilsən? Mənim verəcəyim sudan kim içsə, heç vaxt susmaz. Yəni, vəziyyətim üçün, durumum üçün dua edirəm, tövbə edirəm. Məsih həqiqi ibadət edənlər axtarır. Bu ibadət sevincdən imtina deyil əslində. Ruhda və həqiqətdə ibadət etmək, biz düşünürük ki, nələrdənsə imtina etməkdir. Amma sevincdən imtina etmək deyil, həqiqi sevincə qayıtmaqdır. Mənim yadıma 25-26 yaşında etdiyim dualar, səcdələrim yadıma düşür və o sevinclər də yadıma düşür. Ruhda və həqiqətdə ibadət etmək sevincdən imtina deyil, həqiqi sevincə qayıtmaqdır. Rəbb həyatımızın mərkəzi olanda bu həqiqi sevincə qovuşuruq. Müqəddəs kitab Rəbbin bizi özü üçün yaratdığını söyləyir. O bizim üçün deyil, biz onun üçün yaradılmışıq. O bizim üçün öldü ki, biz onun üçün yaşayaq. O bizim üçün öldü ki, biz onun üçün yaşayaq. Yalnız və yalnız onun üçün yaşayaq. Yalnız və yalnız onun izzəti üçün yaşayaq. Və ona məxsus olan izzəti digər heç nəyə
aid etməyək. Məsih ona ibadət edənləri bərpa edən, Məsih ona ibadət edənləri bərpa edən və məhv etməyən yeganə Tanrıdır. Digər bütün tanrılar ona tapılanları məhv edir. O, sənin qanını tələb etməyən yeganə padşahdır. Ata Allahın əzəli niyyətinə görə, müqəddəs ruhun qüdrəti ilə bizi bütlərin hakimiyyətindən öz qiymətli qanı bahasına satın almış, Rəbb İsa Məsihə indidən və əbədiyyən şan, şərəf və izzət olsun. Şan, şərəf və izzət olsun. Və xalqı da ona izzət verərək amin söyləsin. Rəbb, minnətdarıq sənə. Atamız, minnətdarıq sənə. Müqəddəs ruh, minnətdarıq sənə. Sənin sözünə görə. Minnətdarıq ki, sən bizi o qədər sevirsənsən. Sənin nəzərin o qədər bizim üzərimizdədir ki, sən bizimlə həmişə danışırsın. Hər bir nöqsanımız, hər bir qüsurumuz sənin üçün xoşa gəlməz olduğuna görə sən sevgi, mərhəmət göstərərək bizə kəlamınla, müqəddəs ruhunla təmizləyirsən bizi. Bizimlə danışırsan. İstəmirsən ki, bizim həyatımızda bir nöqsan, qüsur, bir büt olsun. Minnətdarıq ki, bu ayələr vasitəsilə bizimlə danışırdın. Minnətdarıq ki, həyatımızda olan qüsurları, nöqsanları bizə göstərirdin. Əslində, sən bizə bununla sevinc və rahatlıq verirsən. Sənə itayət, sənə səcdə, sənə ruhda və həqiqətdə səcdə bizə məmnunluq və sevinc bəxş edir. Rəbb, xeyir-dua ver bizə. Rəbb, bizə xeyir-dua ver, bizə lütf göstər, bizə xeyir-dua ver. Gəl o qamçınla, gəl o məbədə yerdiyin qamçınla bizim içimizdə olan bütləri, bütxanaları dağıt. İsa Məsihin ismi ilə. Bizim insanlara bağlılığımızı, insan fikirlərinə, insan bəyənmələrinə dağıt ki, bizdə o istək olmasın ki, bizi insanlar sevsin, bizi insanlar bəyənsin, biz hörmətli olaq. Ya Rəbb, qoy sənin nümunən, bu dünyanın deyil, sənin nümunən bizim gözlərimizin qarşısında olsun. Qoy biz başa düşək ki, əslində alçalmaq ucalıqdır. Sadəlik, kamillikdir. Həlimlik, kamillikdir. Yəni, biz çox şeylərin bəzən yerlərini səhv salırıq. Ən çox səni sevək, sənə səcdə edək. Sən dildə sənə səcdə edənləri axtarmırsan. Sən zahirən sənə səcdə edənləri axtarmırsan. Sən ruhda və həqiqətdə özünə dua edənləri axtarırsan. Ya Rəbb, qoy bu bizim duamız olsun ki, mən sənə ruhda və həqiqətdə ibadət etmək istəyirəm. Mən sənin kürsündə heç kimi, heç nəyi əyləşdirmək istəmirəm. Ən ali kürsüdə sən əyləş və həyatımızda ən ali izzəti sənə verək. Ata, oğul, müqəddəs ruh adı ilə.